Hardayam Ökmeli Qob yolundayam. Bir dənə sizin əsas yoldan 20-30 metr. 20-30 metr məsafədə yaşıl market tərəfdə 3 otaqlı geniş həyətdən çox böyük həyət var da. Hardasa nə bilim çox böyük də 4 otaqlı ev çıxarmışam sizin. Qiymət əla. Qiyməti deyirəm əvvəlcədən. Qiymət 55.600 manat. 55.600 verirsən, kombili, hazır yaşayışlı, qazı, suyu, işığı, köçkləri hamısı var yaşayış üçün burada. Burada bir dənə otaqdır. Yəni bura istəsin, bax, yay mətbəx də eləyə bilirsən, amma otaqdır. Hal-hazırda yaşayış var içində. Qanuni otaqdır, mətbəx də burada, zal stüdiyo bir dənə burada otaqdır. Evin böyür başına fırlana bilirsən. Yəni hər tərəfdən məsafə gözlənilir. Bax burada başda kombisidir. Hamısı qaydasındadır. Yeri çox gözəl yerdədir. Bax, burada elə boylanıram, əsas yolu görürəm. Bütün obyektlər görsənir. Amma sizə göstərməyəcəm. Koridor sistemidir. Bax, buradan gəldik. Koridordur bura. Yəni, burada beşəyə zalı var. Zal əslində o birisi otaq imiş. Bura yataq imiş. Özlərini keçirdə. Siz necə istəsiniz elə bir. Bax, bütün otaqlarda radiator var. Təmiz səliqəli. Baxın, hər şey qaydasındadır. Pəncərənin raşatkalarına qədər var. Yəni həyəti, bacası, yəni kvadratda, yəni bura torpaq elə 10.000-dir. Yerinə görə torpaq 10.000-dir. Buradan da gəldik. Burada bir dənə yataq otağıdır. Bu əslində zalı imiş, keçirdiblər ora zalı. Baxın, ölçülər, istəsiniz zalı burada keçirdə bilərsiniz. Sizə necə uyğundursa həll eləyərik. Yəni əlaqə saxlayarsınız inşallah. Hər qiymətə əldə evlər var. Burada da bir dənə yataq otağıdır. Baxın, hamısı qaydasındadır. Normaldır, yerin yaxşı yerdir də, əsas olduğu yer çox yaxşıdır. Hamam sanucuydu, aksesuarlar hamısı qaydasındadır. Burada da bir dənə qəşəng mətbəxti var. Mətbəxti də genişdir, baxın. Mətbəx mövbildə təzədir, evin içərisində qalacaq. Şəxsi tikili ev axtaranlar üçün bu ideal variantdır. Al, köç. Bir qəpik də pula ehtiyacı yoxdur. 4 otaqlı evə görə yoldan 20 metr məsafə, bu kvadratda böyük həyətdə, yəni kvadratda həyətə görə gözəl variant. Yəni hər şey qaydasındadır. Qaz, işıq, mərkəzi kanalizasiya hamısı var yaşayış üçün. Sağ olun, var olun.